Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Bugün uzun sürədən sonra yenidən Ali Məhkəmənin qarşısındayıq. Bu dəfə vətəndaş Çimnaz Rzayevanın xahişi ilə. Çimnaz Rzayeva bildirir ki, yaşadığı Xırdalan şəhərində ona qarşı haqsızlıqlar baş verib, onun mülkü əlindən saxtakarlıqla alınıb və bütün bunlarda da deməsinə görə məhkəmə qərarları hər zaman onun deyil, saxtakarın xeyrinə çıxarılıb. Eyni zamanda o bildirir ki, müxtəlif məhkəmə proseslərinə baxmayaraq ki, qarşı tərəflə onun problemləri var, həmişə eyni hakim, indi özü daha yaxşı deyəcək yəqin ki, eyni hakimə verilib iş və mühakiməni eyni hakim aparıb. Ona görə də hazırda Çimnaz Rzayeva narazılıq eləyir və buradan Azərbaycan Respublikasının prezidenti Cənab Ali Baş Komandanı, eyni zamanda Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevaya, eyni zamanda Ali Məhkəmənin sədri İnam Kərimova müraciət eləyir. Çimnaz xanım, nə baş verib? Mənim evim 2010-cu ildə qanuni sənədim var, çıxarışım var, mülkiyyətim də öz adımda. O da mənim xəstə əlil uşağıma məxsusdur. 2013-cü ildə Əkbərov Natiq qonşudan torpaq alaraq, məni aldadaraq, mənim evimin giriş çıxışını və pilləkənimiz öz saxtalıqla, öz sənədlərinə Evinizin pilləkəni? Bəli, evimin pilləkəni, giriş çıxışımı da sənədlərlə saxtakarlıdır. Saxtakarlıqla Abşeron Restr xidmətinin nümayəndələri ilə, mütəxəssislərlə, müdürü ilə, hüquq şöbəsinin müdürləri ilə birləşərək onun xeyrinə çıxarış verilib. Halbuki mən son vaxtda bildim ki, mənim evimin qanuni sənədim olan çıxarışımı qeydiyyatdan çıxardaraq Restr xidməti, Abşeron Restr xidmətinin nümayəndələri, mütəxəssisləri qanuni ki, mənim evim orada GPS vuranda ki, orada yer boş görüksün. Ona görə boş görüksün ki, ona sənəd verilsin. Mən buradan müraciət edirəm cənab prezidentə, Mehriban xanıma, bütün nazirlərimə, şəxsən İnam müəllimə müraciət edirəm ki, hakimlər çox saxtakarlıqla məşğuldur. Baxmırlar, düzgün baxmırlar işə. Mən çox müraciət elədim. Mənə bu günə qədər İnam müəllimin qəbuluna saldırmadılar ki, İnam müəllim qəbul eləmir, hara gedirsən get. Yox, hamısının onların qəbul günləri var. Var, amma məni buraxmadılar. Bu günə qədər mənim ərzələrim, teleqramalarım hamısı yerindədir. Maddi maraq nədir ki, cənab prezident, siz böyüksüz, Azərbaycanın oğlusuz, biz də Azərbaycan övladıyıq, analarıyıq. Nəyə görə bu saxtakarlıqlar nazirlərimiz, Restr xidmətinin işçiləri, nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinə dəfələrlə müraciət eləmişəm, teleqrama vurmuşam. Müraciətlərim hələ də bu günə qədər öz əksini tapmayıb. Hamısı Restr xidmətinin dələduzun xeyrinə qərar verilir. Bunun da səbəbkarı da notariusdur. Keçmiş notariusun müdürü Ramiz Hümmətov Xırdalan şəhərində. Sonradan bilmişəm ki, o ölüyə də sənəd verirmiş. Onun da qapı, pəncərə plastiklərini Əkbərov Natiq Musaoğlu tikirmiş, düzəldirmiş. Maraqlı budur ki, mənim evimi nəyə görə veriblər? Nə səbəbdir? Maddi maraq nədir? Bu hakimlərdə, bu məmurlarda. Mən 2016-cı ildə xəbər bildim. O vaxtdan indiyə məhkəmələrdəsiniz? O vaxtdan bu günə qədər mənim məhkəməyə verən də Əkbərov Natiq Musaoğludur. Güya mən onun evini, torpağını zəbt eləmişəm. Amma siz ondan daha əvvəl yaşayırsınız? Ondan daha əvvəl mən o evi tikmişəm. Neçənci ildə tikmişsiniz? 2003-cü ildə başlamışam. 2007-ci ildə Natiq gəlib, 2013-cü ildə qonşum Sarıyev Atiqədən, onun qohumu Xıdırdan torpaq alıb. 20 il sonra? Bəli. Torpaq alıb, o da göstərib də, hətta
qonşum Sevda özü məhkəməyə də gəlib, polisə də gəldi, müraciət elədi ki, torpağı mən satmışam ona. Rızayeva Çimnaz yox. Biz hələ o şey eləyəndə Çimnazın evi də var idi orada. Piləkəni də var idi. Necə ola bilər ki, siz onun evi satmışsınız, vermişsiniz? Cavab nə oldu? Cavab heç nə. Cavab yenə də həmən. Heç bir hakim baxmadı buna. İndi narazılığınız nədir? Mənim narazılığım buradadır ki, İqtisadi İnkişaf Nazirliyinin mən çıxarışın ləğvini qoymuşam Sumqayıt İnzibati Məhkəməsində. Aha. Mənim bu sənədlərimə İnzibati Məhkəmənin hakimi, keçmiş hakimi Ceyhun Məmmədov çox gözəl bir hakim. Dövlətə hörmət qoyan, öz sənətinə qiymət verən hakim işə baxdıqda gördü ki, burada haqsızlıq var. Sorğu göndərdi. Sorğuya cavab gəldi ki, bu işə o düzgün qərar verəcəkdi, çıxarışın ləğv edəcəkdi. Amma bax, mən müraciət gedəndə mənə gəlir ki, bəs maddi maraq, bunu dedim ki, cənab prezident, cənab nazir, cənab İnan müəllim, maddi maraq nədir ki, Ceyhun Məmmədovu ona bir şey nə dərdim, problem ona bir tutmadığına görə onu başqa Bakı Ali Apellyasiya Məhkəməsinə təyin etdilər. Mənim işimi ondan aldılar. Nədir ki, bu haqlı qərar çıxardacaqdı. Maddi maraq bunda sübut olundu ki, bunlar qərəzli iş görür. Sumqayıt İnzibati Məhkəmə Aynur xanım mənə qayıtdı, baxdı Əkbərovna ki, yox, mümkünsüzdür. Ali məhkəmədə? Sumqayıt İnzibati Məhkəmədə. Dedim, mən beləyəm. Elə dedi? Bəli. Reyestr xidmətin şikayət eləmədiniz məhkəmə hüquq şurasına? Vermişəm, müraciət də eləmişəm, vermişəm. Reyestr xidmətinin hüquq şöbəsinin müdürü Elnur müəllim, öz hüquqşünası xanım da adını bilmirəm, onu göndərərək bir etiraz ərizəsini veriblər ona, mənim xəbərim olmadan göndəriblər ki, bəs biz etiraz edirik, bu işi ləğv eləməyin, çıxarışımızı ləğv eləməyin. Bu qüvvədə qalsın, Əkbərov Natiqin xeyrinə. Sonu nə oldu? Sonu da götürüb o işi qüvvədə saxladı ki, mümkünsüzdür. Nə vaxt olub Ali məhkəmədə proses? Bu inzibatidə oldu. Ali məhkəmədə həll olmuyor? Ali məhkəmədə də indi həll eləyiblər, amma mənə cavab yoxdur. Qərarda gəl. Götürüb... Sonda niyə narazısınız Ali məhkəmədə? Mən Ali məhkəmədə narazıyam ki, dəfələrlə mənim burada bir neçə dəfə mənim işlərim olub. Sağ olsun, Akif müəllim işi ləğv elədi Ali məhkəmədə. Amma Ələsgərdir, o bir neçə hakim var, onlar isə yox. Amma şikayətiniz nədir? İndi şikayətim bundan ibarətdir ki, İnan müəllim bu işə düzgün baxılmasına göstəriş verilsin. Mənə buradan xahiş edirəm, yeni açılmış hal kimin mənə arayış versin və yaxud bir sənəd versin, qərardat versin. Niyə görə mümkünsüzdür? Burada Kəmaləddin, hakim Kəmaləddin, onun yanında bir işə eyni işdir. Möhtərəm hakim, möhtərəm prezident. Eyni iş, burada da var ki, Səfərov vilayət da həmən bu Kəmaləddinlə bir yerdə. Eyni işə 3 dənə hakim, eyni işə necə baxa bilər? 3 dənə hakim, 3 hakim necə baxa bilər buna? Baxın. Burada da bax, burada da bircə dənə hələ bu ali məhkəmənin hakimləridir. Bunların maddi marağı mən bilmək istəyirəm. Cənab prezident, araşdırılıb, başa çıxarılsın. Reyestr xidmətinin mühəndisləri, orada işləyən Daladuzun bacısı, ona saxta bölgə eskizləri çəkən Kazımova Lalə, Kazımova sahib qardaş, bacı qardaş. İndi hal-hazırda sahib Kazımov işləmir. Onu işdən çıxarılıb, qovulub o vaxtı. Hal-hazırda bası orada işləyib, yenə də onlarla əlbir olub, Əkbərov Natiqin xeyrinə qərar verir. Elənci bir insan necə işləyə bilər? Dövlət işində necə işləyə bilər?
Necə Kazımov Lalə Kazımova. Kazımova Lalə 4 mərtəbəli mülk tikdirib. O pulu hardan gətirdi tikdi? Onun şəxsi işidir o. O bilirəm, şəxsi iş də olsa, rest o vaxtlar mümkün olan vaxtlar bunları eləyib. Məndən sonra evi tikib. Mən necə bəs mən başqasının evini zabt eləyə bilərəm? Düz demirəm, düz demirsən. Mənim 2010-cu ildə çıxarışımı kim sistemdən çıxardı? Onu araşdırmaq istəyirəm. Bunu heç bir ali məhkəmə, inzibati məhkəmə, apellyasiya məhkəmə, yerli məhkəmə heç biri buna qiymət verilmədi. Hətta mənə müraciət edirlər ki, çıx get Talış Muğan Respublikanda yaşa. Hörmətli cənab prezident, biz bir dövlət, bir millətik. Harda yaşa? Talış Muğan Respublikası. Talış Muğan Respublikası var. Bilmirəm. Biz bir Kim deyir millət. onu sizə? Bunu mənə Abşeron məhkəməsində də bildilər. Cəmilə Səfiyeva. Kim deyir onu sizə? Dövlət adamı deyir. Bəli, hakim. Haran hakimidir o elə Talış Muğan Respublikasını tanıyan? Mənə burada gündüz özü də ali məhkəmədə də gündüz işmə baxanda da o da mənə elə bir Emin o cür dedi Talış Muğan, yoxsa dedi ki get Abşeronda Cənubda yaşa? Bəli, Cənubda yaşa deyir. Get Talış Muğan. Cənub deyir yoxsa Talış Muğan Talış deyir? Muğan Respublikası. Abşeronda ilkin sənədlərimi hakimi, keçmiş rəis İlham Kərimli, onun rəisi Əşir, onlar da o eyni mənə cavabı verdilər. Gəlmişəm apellyasiyada da həmən vəziyyətdə. Telman Məmmədov, bilmirəm adı yaz. Mənə müraciət elədi ki, nə edirsən o evi? Ver ona çıx get. Get deyir. Mən harada yaşayayım? Mən deyim harda yaşayayım? Deyirlər ki, mənə dəxli yoxdur deyir. Get deyir qız qalasına bax. Mənim vəkilim ola, vəkilimin yanındakı. Get qız qalasına bax. Orada yumruvarıdır, piləkən tikilib. O fonunda piləkən tikib keçərsən evə. Sizin vəkiliniz yanındaydı o Talış Muğan Respublikası. Bəli. Bu nə vaxt olub? Bu 2016-cı ildə. O vaxt deyiblər. O vaxt 2016-cı ildə. Həmin hakim harda işləyir? İndi hakimlər dəyişiliblər. Bakı apellyasiyaya da gediblər, hara gediblər. İndi mən bilmirəm onları. Cəmilə Səfiyeva məni dövlət İlham Əliyevin qarşısına prezidentimizin əleyhinə məni yönəldirdi. O seçkilər zamanı. Niyə? Ki, mən baxmıram, get seçkilər qabaqda xarici jurnalistlər orada var. Get müsahidə ver, nə ki, bəs belədir. Hakim deyir. Bəli, Cəmilə Səfiyeva. Onun sədri, keçmiş sədri. 2016-da deyirdi onu. Yox, bunu 2016-da yox, bunu yadımdan çıxdı hansıdır, amma araşdırıb tapa bilərlər. Seçki 2018 idi deyəsən. Bu axırıncı seçki prezidentimizin. İndi. Bəli, axırıncı seçki oldu onda. Seçki, bəli, sonuncu şeydə. Mənə bax bu cavabı verirlər. Çox mənə işgəncə veriblər. Çox mənə əzab veriblər. Çox mənə belə sizə nə deyim? Heç cürə dilimə gətirə bilmirəm onların elədiyi hərəkətləri. Bundan xahiş edirəm. Cənab prezidentdən, Mehriban xanımdan, cənab nazirimizdən, Təhlükəsizlik Nazirliyindən, Sahibə Qafarovadan, Milli Məclisin sədri, baş nazirimizdən belə hansı olur olsun, mənim işimi təzədən yoxlanılsın. Yoxlanılsın, araşdırılsın. Nə qədər bu dəladuzları Ali Məhkəmənin hakimləri, Abşeron məhkəməsi, Sumqayıt Apellyasiya məhkəməsi, İnzibati məhkəməsi dəladuzluğu arxasında durarlar. Nə qədər? Buna bir son verilməlidir. Mən anayam, 68 yaşım var, tək anayam. 2 xəstə övladım var. Təqaüdçüyəm. Mən zulm çəkirəm. Baxın, mənim sənədlərim nə qədər orada var. Nə qədər də hamısı kloknadır. Sənədlərim hələ evdə nə qədər nə. Bu qədər haqsızlıq olar. Bütün ərizələrimi yazmışam. Mən hal-hazırda oktyabrın 16 mən Nigar xanımın qəbulunda oldum. Lənkəranda. Getdim. Sağ ol. Kimdir Nigar xanım? Reyestr xidmətin kadastr sektorunun şöbə müdürüdür. Yox, müdür, rəisdir məncə. Rəisdir deyəsən. Oldum. Çox sağ olsun. Məni mehribancılıq adına qəbul elədi. Mənə hətta deyir, xoş gəlmişsiniz. Gəlin baxın, nədir dərdin? Dinlədi, cavab verdi mənə ki, bəs gedin, sizi çağıracaq, sənin işvə baxacağam. Amma mən ora getdim. Dünənləri mənə oradan qayıtdı ki, çıx, get, hara gedirsən, get, biz sənə cavab verərik. Kim dedi? Orada Lənkəranda, Xırdalanda, Reyestrdə, Elmlər Akademiyasında, baş idarədə. Baş idarəsində. Məni qəbula salmadılar, mənim sənədlərimi məndən təqdim almadılar.
təqdim eləmək istədim, amma məni qaytardılar. Mənim üstümə qışqırdı ki, get. Nə vaxt biz sənə gözlə, biz sənə cavab verərik. Maddi maraq nədir? Mən bilmirəm. Mən özüm başa aça bilmirəm. Hətta mənim evim də, hörmətli cənab nazir, cənab prezident, mənim evim də onun alqı-satqısındadır. Gəl, mən onu ev satmışam. Evimi də alıb əlinə keçirdi. Buna nə qiymət vermək olar? Heç biri buna qiymət vermir. Sizdən bircə xahişim budur. Mənim, cənab prezident, məni dinləyin, məni qəbul eləyin. Nazirlərim məni qəbul eləsin. İnan müəllimdən xahiş edirəm. Artıq dərəcədə. Bir ana kimin, bir əlil anası kimin, bir təqaüdçü ana kimin məni qəbul eləsin. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün Çimnaz Rzayeva Azərbaycan Respublikası Ali Məhkəməsinin qarşısında öz etirazlarını bildirdiyi məhkəmə sistemində ona qarşı edilən ədalətsizliklərə qarşı, həmçinin reestr xidmətlərində ona qarşı edilən ədalətsizliklərə qarşı. Bütün bunlar baş verməsin deyə mütləq hər hansı bir sənədə imza atmazdan öncə mütləq hüquqşünaslarla məsləhətləşin. Məsləhətləşin ki, saxtakarların, dələduzların qurbanı olmayasınız. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, daha çox insan baş verən hadisələri məhz bizdən izləyə bilsin. Çimnaz Rzayeva buradan Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə üst tutur və ondan kömək istəyir. Çimnaz xanım 2 xəstə övladı var, 2 əlil övladı var. Tək anadır və təqaüdçüdür. O qədər maliyyəsi də yoxdur. Aldığı təqaüdü məhkəmələrə rüsum ödəsin. Ona görə də bu cür hallar sizlərdə də baş verməsin deyə mütləq və mütləq bir iş gördüyünüz zaman bir sənədləşmə, xüsusən mülkiyyət hüquqları ilə bağlı mütləq hüquqşünaslarla məsləhətləşin. Təşəkkür edirəm hər birinizə bizi izlədiyinizə görə.